böyük alimlər, irfan ustadları, zahid və abidlər Qədir gecəsini dərk etmələri üçün Qədir gecəsinin əməllərindən biri ki, əhya saxlamaqdır, oyaq qalıb dua eləmək, istiğfar eləmək, uca Rəbbimizlə münacat eləmək, günahların bağışlanmasını istəmək, tövbə etmək, bu əməlləri bölümündə, hissəsində biz bunlara toxunacaq. Məhz onlardan biri ki, əməllərdən biri ki, oyaq qalmaqdır, əhya saxlamaqdır, onlar bir ay boyunca əhya saxlayıblar ki, Qədir gecəsini dərk etsinlər deyə. Çünki Quran Ramazan ayında və mübarək bir gecədə və mübarək gecənin də Qədir gecəsi olduğu Quran məntiqi ilə ardıcıl ayələri bir-birinin yanaşı düzmüş olsaq, bu nəticəyə gəlirik ki, bu gecə, mübarək gecə bu aydadır deyə onlar bir ayı əhya saxlayıblar ki, həmin Qur'anın nazil olduğu gecəni, sübhə qədər mələklərin və ruh Cənab-ı Cəbrailin dua etdiyi bir gecəni oyaq qalaraq həmin əzəmətli gecəni dərk etsinlər.